Bizim düşüncəmizdə, ürəyimizdə yaxşı olmayan şeylər çoxdur. Allahın ədalətinə qalsa, biz hamımız məhv olmalıyıq. Bilirsiniz, ədalət qanunun qılıncı deyil. Allahın ürəyidir. Ədalət qanunun qılıncı deyil. Biz çox vaxt Allahın sözünü götürüb, insanları məhv edirik. Öldürürük o insanları. Allahın sözü bir silahdır. Amma insanları məhv eləmək üçün, onlara həyat vermək üçün, onları bərpa eləmək üçün, onlara şəfa vermək üçün. Amma biz çox vaxt ədalətin bərpa olmasını istəyirik. Sualım var. Sən özündən də istəyirsən ki, ədalət bərpa olunsun. Əgər Allah səninlə ədalət ilə davransa, o zaman məhv olacaqsan. Çünki ürəyin düşüncən nələrlə dolu? Nifrət, kin, negativ, acı, qisas, ədalətə qalsa, ona da ədalət, sənə də ədalət. O zaman belə olacaq. Amma qoy Rəbb Allah mərhəmətinə görə davransın. Yunus istəmirdi Ninevə xalqını getsin. O fikirləşirdi ki, onun haqqı var və Allahdan ədalət tələb edir. Onun xalqı ömür boyu əzab çəkir. Və istəmir ki, o xalq xilas olsun. Çünki o xalq onun xalqına əzab verirdi. Nə baş verdi? Və Allah yenə də apardı onu ora çıxartdı ki, sənin istəyinə görə yox, mənim istəyimə görə olacaq hər şey. Mən istəyirəm belə olsun. Sən nə istəyirsən, o mənim üçün maraqlı deyil. Mən istəyirəm ki, belə olsun. Ona görə də Məsihin nümunəsinə baxanda görürəm ki, həqiqi sevgi hüququndan keçir. Amma həyatından keçmir. Amma Məsih öz həyatından da keçdi. Biz bəzən insanları sevirik, hüququmuzdan keçə bilmirik. Qalmışdı ki, həyatımız olsun. Amma Məsihin nümunəsinə baxanda görürük ki, hüququndan da keçir, həyatından da keçir. İnsanları bərpa eləmək üçün. Nə olur olsun, Allah ədalətlidir. Nə baş verir, baş versin. Həyatımızdan, ailəmizdən kimsə gedirsə, yaxınlarımızı itiririk, doğmalarımız, nə baş verir, baş versin. Amma Allah ədalətlidir. Allah ədalətlidir. Onun ədaləti, yəni bu sorğu-sual altına alınması bir şey deyil. Amma əslində Allahın ədalətini bilmək istəyirsənsə, sən və ailən hələ də yaşayırsınız. Bu onun ədalətidir. Bu onun ədalətidir. Biz hələ yaşayırıq. Biz tamam məhv olmamışıq. Biz tamam kökümüz kəsilməyib, nəslimiz tükənməyib, itməyib, silinməyib. Bu Allahın ədalətidir. Biz keçən həftə danışdığımız mövzu inciklik barədə. Əslində, inciklik insanı bilirsən, bu mövzunun adını belə qoymuşdum. Ağac qurdu. Ağac qurdu. O bir qurd ağacın içərisinə girir, amma heç kim hiss eləmir onun içində qurd var. Çünki özünü göstərmir axı. Amma altdan öz işini görür, yavaş-yavaş. Qurd başlayır yeməyə. Və mən keçən həftə dediyim kimi, mən görmüşdüm o necə yeyəndən sonra nə baş verir. Yediyi yerdə ancaq un kimidir belə, toz. Ağacın için toza çevirir yəni. Bax, inciklik insanın ürəyində varsa, o yavaş-yavaş insanı məhv edir. Adam ölüb, amma prosta ayaq üstə yaşayır. İçərdə yoxdur. Xarakter yoxdur, sevgi yoxdur, ürək inatkarlaşıb, tamamilə məhv bir vəziyyətə gəlib çıxır. Hə. Amma hələ də sadəcə ayaq üstəsin. Bilirsiniz nə baş verəcək? O adam birdən yıxılacaq. Birdən yıxılacaq. Bu həftənin mövzusu yarımçıq qalan imandır. Yarım qalan iman haqqında danışacağıq. Çünki biz iman etmək sadəcə birinci addım atmaq deyil. İman etmək mübarizə aparmaqdır. İman etmək mən məsihçiyəm demək deyil. İman etmək həyatında baş verən şeylərlə mübarizə aparmaqdır. Sona çatdırmaqdır. İmanın axırı var.
İman sona çatdırmaqdır. Və kitabına baxanda 2-ci fəsildə, 3-cü fəsildə bilirsən, Rəbb Allah bir çox xəbərdarlıqlar edir. Bir çox yerlərdə xəbərdarlıq edir. Məsəl üçün, qalib gələnə mən həyat ağacından yeməyə icazə verəcəm. Qalib gələnə, məsəl üçün, ikinci ölüm zərər vurmayacaq. Bir çox xəbərdarlıqlar var. Qalib gələnə millətlər üzərində hakimiyyət veriləcək. Qalib gələnə ağ libas geyindiriləcək. Qalib gələnin adını göylərdən silməyəcəm. Bir çox, başına tac qoyacam. Yəni, bir çox xəbərdarlıqlar. Bir çox xəbərdarlıqlar. Amma hər birinin sonunda bir cümlə var. Sona qədər. Sona qədər. Sona qədər. İsa Məsih deyir ki, sona qədər. Dözən xilas olacaq. Sona qədər dözmək gözləyir İsa bizdən. Mən başa düşmədim. Axı biz iman eləyib sona qədər nəyə dözməliyik? Bax, biz bu günləri bu şeylərə baxacağıq. İsa hər kilsəyə, bunlar hamısı kilsələrə müraciət idi. Kilsələrə müraciət idi. Hər kilsəyə müraciət edir müxtəlif formalarda. Məsəl üçün, kimsə soyuqdur, kimsə imanı zəifdir, nə bilim, təqiblər barədə, yalancı müəllimlər, bir çox şeylər haqqında İsa Məsih kilsələrlə danışır, xəbərdarlıqlar edir. Çünki Vəhy kitabında belə bir ayə var, ilk məhəbbətindən əl çəkmirsən. Bu da bir xəbərdarlıqdır, bilirsiniz. Sən nə soyuqsan, nə də istisən, bu da xəbərdarlıqdır. İlıqsan, bu da xəbərdarlıqdır. Və hər xəbərdarlıq, İsa Məsih bir neçə yerlərdə xəbərdarlıq edir. Rəbb Allah doğrudan sadəcə ona iman etmək bu kifayət deyil. Deməli, Allah bizim həyatımızda işləyir. Və biz yatmışıq, Allah xəbərdarlıq edir. Mən indi haradayam? Hansı vəziyyətdəyim mən indi? İndi mənim həyatımda nə baş verir? Biz öz həyatımızı özümüz araşdırmalıyıq. Öz həyatımıza çəki düzən verməliyik. Allahın kəlamı vasitəsilə. Çünki Allahın kəlamı bir çox xəbərdarlıqlar edir. Bilirsiniz nə üçün müqəddəs kitabda yazılan şeylər var? Ona görə var ki, biz bunları oxuyub ibrət alaq və nəticə çıxardaq. Həyatımız üçün nəticə çıxardaq. Mən Məsihə iman etmişəm. Məsihə iman etmək boynundan çarmıq asıb gəzdirmək deyil. Məsihə iman etmək pakazuxa deyil. Məsihə iman etmək daxildən dəyişmək demək. Olduğun kimi qalmaq yox, onun istədiyi kimi, onun olduğu kimi. Çünki İsa Məsih bir çox yerlərdə bizə vurğulayır. Deyir ki, mənə bax, məndən öyrən. Bu həyatda kimsə mənə desə ki, mənə bax, məndən öyrən, əslində baxa bilərəm. Amma hər şeyi ondan öyrənə bilmirsən. Çünki o insandır. Və onun tükəndiyi bir yer var. Məhəbbətinin tükəndiyi yer var, qəzəbinin tükəndiyi yer var, hisslərinin tükəndiyi yer var. Bir çox şeylər var ki, onlar tükənir. Amma Rəbb Allaha baxanda insan həyat almaq istəyir. Həyat almaq istəyir onu. İnsan tükənmir. Bacının dediyi şey, biz kənddə olanda öz kəndimizə getmişdik. Orada bacım mənim orada yaşayır, ailəmlə vaxt geçirmək üçün. Biz göylərə baxanda mən heç vaxt o qədər ulduzun bir yerdə olduğunu görməmişəm. Adam ulduzlara baxır, belə vahiməyə gəlir ki, yəni bu qədər ulduzlar var. Biz şəhərdə siz niyə görmürük ulduzlar? Çünki çirkdən göy görsənmir. Mən Çində olanda Pekin şəhərində, orada insanlar çoxsu maskada gəzirdi. Onlar nəinki ulduzları görmürlər, onlar günəşi görmürlər. Şəhər çox çirklidir. Ona görə görmürlər. Bilirsiniz, bizim gözlərimiz bəzən belədir. Biz Allahın o gözəl həqiqətlərini görə bilmirik. Ondan zövq ala bilmirik. Zövq almaq sadəcə yeməkdən deyil, geyimdən deyil, əşyalardan deyil. Zövq almaq Allahın sözündəndir. Allahın mənə verdiyi insanlardandır. Amma biz bəzən öz hökmranlığımızı qabağa aparmaq üçün, mən
Mən ətrafımızda olan insanları parçalayırıq, dağıdırıq. Mənim həyatımda bir şey baş verib. Danışmayacağım mən. Elə bir ki, indi qoyunun dibindəyim. Bir neçə insan onlar gəlib mənimlə danışırlar, söhbət edirlər. Axı, məsəl üçün, bir neçəsi deyir, qardaş, mən səni yaxşı tanıyım. Mən sənə inanıram. Bir neçəsi deyir, məncə sübut olmalıdır. Məncə sübut olmalıdır. Bir neçəsi deyir, məncə sən indi hərəkətə keçməlisən. Amma Allah deyir, Allah hər şeyi mənim əllərimə verir. Sənin qəzəbli başla, qəzəbli düşüncə ilə verdiyin qərarın hamısı qisasdır. Qanun qisas almır, Allah deyir. Qisas mənim. İstəyirsən, sən insanlarla necə davranırsan, Allah da səninlə elə davransın. Axı, ədalətlə istəyirik olsun hər şey. Sən necə davranırsansa, Allah da səninlə necə davransın. Yusufun həyatına baxanda biz görürük ki, bu böyük bir nümunədir. Hə? Onunla davrandıqları kimi o davranmadı insanlar. Qardaşları ilə, ailəsi ilə. Ailəsi ilə ne? Söhbəti ailədən gedir. Amma Allah onu ucaltdı, yüksəltdi. Süleymana baxanda biz görürük ki, bəzən sübut olmur. Heç bir dəlil yoxdur. Amma ən yaxşı izləyici, ən yaxşı tamaşaçı o Allahın özüdür. Çünki son söz ondur. Hakim odur. O qərar verəcək. O aparacaq. O istiqamət verəcək. O hər şeyi bəlirləyəcək. Necə olacaq? Və biz kəlama baxanda görürük ki, iman etmək, biz bəzən fikirləşirik ki, iman etmişik, deməli hər şey məndədir. Hər şey mənimdir. Allah xeyirdə verəcək, oturub gözləyirsən. Sabah, yox, gəlmədi. 5 gün keçdi, mən iman eləmişəm, niyə həyatıma xeyirdə gəlmir? İman etmək həyatına maddi xeyirdən gəlməsi deyil. İman etmək Allahın sözünün məni dəyişməsidir və mənim vəziyyətə Allahın gözü ilə baxmaq. Mənim vəziyyətə başqa cür yanaşmam. Və buna görə müqəddəs kəlamda Bəhd kitabına baxanda biz görürük ki, Rəbb Allah bir neçə şeylərdə insanları xəbərdarlıq edir. Əgər bu günləri sən ədalətsizcə davranırsan, xəbərdarlığı sənə olmayıbsa, bu demək deyil ki, sən ədalətlisən. Məncə axtar. Axtar, dərindən düşün. Sən ədalətlisən, yoxsa ədalətsizsən? İstəyirsən ki, Allah səninlə ədalətlə davransın, Allah səninlə başqalarınla davrandığın kimi davransın, o zaman istədiyin şeyi ək. Nə istəyirsən əkə bilərsən. Qəddarlıq əkə bilərsən, ədalətsizlik əkə bilərsən, qəzəb əkə bilərsən, bütün hər şey əkə bilərsən, istədiyin şeyi əkə bilərsən. Amma unutma ki, bir gün əkdiyin şeyi biçəcəksən. Bu dünyanın bir qanunu var. Bu dünyavi sözdür, bu Allahın qanunudur. Deməli, iman həyatı sadəcə başlamaq deyil. Sona dək döyüşüb qalib gəlmək. Bu da şərtdir. Mən bacarmıram yani. Doğrudan bacarmıram. Mən də bir ürəyim var. Mən də bir sinirim var. Mən bir həyatım var. Axı nələrlə bacarmalısan sən? Bu həyatda qarşıma elə şeylər çıxır ki, elə insanlar çıxır, elə pisliklər çıxır, şeytan elə şeylər sənin qarşıma çıxardır ki, bunların hamısı sənin imanını yıxmaq üçündür. Bunların hamısı sənin içində olanı almaq üçündür, uğurlamaq üçündür. İmkan vermə. Sonra da vurur.
Sonadək mübarizə var. Ona görə bu günləri imanlıların həyatına baxanda, yəni onların üzünə baxanda, nə üçün sevgi yoxdur? Niyə o sevinç hissi yoxdur? Çünki artıq mübarizə aparmır, dayandırır. Sən qalib deyilsən. Şeytan qalibdir. Bilirsiniz, bizim mübarizə apardığımız, vuruşduğumuz varlıq. O elə-belə birisi deyil. Milyonlarla, milyardlarla insan görür. Bugün mənim 30 yaşım var, 50 yaşım var, 70 yaşım var. Mən artıq kəlamı bilirəm, şeytan kimdir bilirəm, Allah kimdir bilirəm, özüm də kimdir bilirəm. Və dərs deyirəm bu arada. Milyardlarla tələbəsi olub şeytanın. Milyardlarla. Və bilirsiniz, beləsinə bir yer var, Topaz. Eşitmişsiniz, bu qumar oyunudur. Orada adamlar qazanır. Orada ancaq Topazın özü qazanır. Qumarı oynayan, qumarı oynadan, orada onun oyunları keçir. Bu həyatda ancaq qazanan şeytandır. Çünki şeytana inanan insanlar çoxdur. Sən mübarizəni dayandırırsansa artıq məğlub oldun. O da məndəndir. Bilirsiniz, kilsəyə gəlmək sadəcə, kilsədə olmaq, kilsədə oturmaq, həmd oxumaq, sən şeytan üçün təhlükəli adam deyilsən dostum. Deyilsən. Təəssüf. Məsihə iman etmək, bu o deyil. Əgər sən həyatını dəyişməyə başlayırsansa, o zaman sən şeytan üçün artıq təhlükəyə çevrilirsən. Şeytan deyir ki, o artıq olduğu kimi qalmaq istəmir. Bu dəyişdir, Məsihə oxşamaq istəyir. Biri var idi, indi biri də çıxdı ortaya. Biri də çıxdı ortaya. Bu insan da Məsihə oxşamaq istəyir, o da Məsihə oxşamaq istəyir. Dünyaya qalib gələcək Məsihə iman edən insanlardır. Dünyaya onlar qalib gələcək. Çünki son budur. İsa Məsih deyir ki, alfa və omega mənəm. Başlanğıc da mənəm, son da mənəm. Yoxdur məndən başqası. Var o neçə min peyğəmbər adı çəkirsən onların içərisində. Belə birisi qayıtsın sənə desin ki, başlanğıc da mənəm, son da mənəm. Həyat da mənəm, əbədiyyat da mənəm. Yoxdur. Axtarma. Heç kim belə bir söz deyil. Həyat mənəm deyən insan o həyatdan gəlib, indi həyatda olandır. Və yenə də gələcək insanları mühakimə etmək üçün. Əgər sən də onların arasında mühakimə olunmaq istəmirsənsə, Allahın ədalətli mühakiməsi var. Ha? Biz bir dəfə Allahın məhəbbəti haqqında danışırdıq. Bir mövzumuz var idi. Amma orada Allahın məhəbbəti haqqında 2 cümlə olmuşdu. Yadınızdadır mövzu? Orada biz ancaq Allahın qəzəbi haqqında danışırdıq. Qəzəb kasası haqqında danışırdıq. Yadınızdadır? Məsihin yan keçmək istədiyi kasa haqqında danışırdıq. O kasa nə kasadır ki, Məsih ondan yan keçmək istəyirdi. Bilirsiniz? İsa Məsih nə deyir? Əgər sən istəsən, bu kasa məndən yan keçər. O kasanın içərisində nə var? Rəbb İsa Məsih onu yaxşı bilir. O qəzəb kasası idi. Allahın qəzəb kasası. Amma deyir, qoy mənim yox, sənin iradən olsun. Və İsa Məsih ona qalib gəlir. Və bu günləri biz Allahın məhkəməsindən, Allahın məhkəməsi, 5-10 nəfər oturdu, getdi, bir nəfər dustağı mühakimə etdilər, həbsə iş verdilər 3 ildən 6 ilə qədər. O məhkəmə o deyil, dostum. Bu dəhşətli bir məhkəmədir. Bu dəhşətli bir məhkəmədir. Bu finişdir. Finiş. Finişə kimsə bu tərəfə gedəcək, kimsə bu tərəfə gedəcək. Biz çox vaxt Allahın məhəbbəti haqqında, sevgisi haqqında danışırıq. Amma onun ədaləti haqqında, onun qəzəbi haqqında. Biz istəyirəm ki, nədən xilas olduğumuzu bilək. İstəyirəm ki, biz nədən azad olmuşuq? Bax, onları başa düşək. Və əgər biz bunları başa düşəcəksə, biz sonradakı mübarizə aparmağa davam edəcək. Öz həyatın uğrunda, amin, sadəcə öz həyatın üçün mübarizə aparmaq üçün iman eləməmsən. Səni ona görə xilas eləməyib.
başqalarının həyatı uğrunda da istəyir ki, sən mübarizə aparasan. Sən, ailə, qohumların, dostların. Ona görə də sona dək mübarizə aparmaq bu önəmli bir şey. Harda yarımçıq qalmısan? İman elədin, biraz çıxdın podiuma, orada belə göstərdin bəzi şeylər. Mən oxuya da bilirəm, kəlamdan bax bu şeyləri bilirəm. İmanlarla biraz nəticə göstərdin və sonra bu bir idmançıya bənzəyir. İdmana gəlir. Elə insan var, adını yazdırıb idmana getmir. O insana idmançı demirlər. Amma kimsə idmançıdırsa, o qarşısına qoyduğu məqsədə qədər o nəticələr göstərir. Dayanmadan mübarizə aparır. Təsəvvür elə, bu günlər hazır dünyada Avropa çempionatı var, dünya çempionatı var, bir çox çempionatlar var və ora çıxan insanlar, gəldi, çıxdı, belə məsəl üçün güləşçilər, gəldi, çıxdı, güləşdi. Yox, dostum, güləşçi Azərbaycanda çoxdur, amma hamısı ora getmir. Nəticəni göstərən insanları çağırırlar ora. Nəticə verən insanlar dünya çempionatına gedir. Nəticə göstərmirsənsə, səni ora buraxmayacaqlar. Çünki hər yarışan, məsəl üçün, hər yarışda olmaq istəyəni buraxmırlar. Yarışan insanı, mübarizə aparan insanı, o əzmkar insanlar var, o insanları buraxırlar. Çünki baxırlar ki, illərdir dayanmadan bu insan məşq edir. Məsəl üçün, qaçış. Qaçış nədir? Bir marafondur, düzdür? Hər qaçan insan finişə çatır, sona qədər mübarizə aparıb, son nəfəsinə qədər ora çatan insan finişə çatır. Onun məqsədi var. Mən qalib olmaq istəyirəm. Mən orada olmaq istəyirəm. O yazıda olmaq istəyirəm. Nə bilim, müəyyən bir şeylər. Ona görə də biz müqəddəs kitaba baxanda Romalılarda 6-cı fəsil 14-cü ayədə belə bir yer var. Günah sizə hökmranlıq etməyəcək. Ona görə ki, siz qanun altında deyil, lütf altındasınız. Amma bu günləri bir çoxlarına günah hökmranlıq eləyir. Necə hökmranlıq eləyir? Bilirsiniz, günah artıq bir çatı salıb boğazına, istədiyi yerə də sürükləyir. Əsl imanlı günaha zəiflik kimi baxmalı deyil. Günah sadəcə bir zəiflik deyil. Həyatında bax nələr zəiflik kimi baxırsan. O sadəcə bir zəiflik deyil. Bu səni aşırtmaq üçün, yıxmaq üçün kiçicik bir şeydən başlayan bir qığılcımdır. Bax, ona mən yer verdikcə o böyüməyə başlayacaq və o mənim həyatımı məhv edəcək, dağıdacaq. Ona görə də qalib gəlmək, istəyirsən qalib gəlmək. Kim istəyir qalib gəlmək? Məncə hamı istəyir, günaha yoxdur. Günaha yoxdur. Qalib gəlmək yalnız görünən düşmənə qarşı deyil, görünməyən daxili düşmənə qarşı vuruşmaq. Görünməyən daxili düşmənə qarşı vuruşmaqdır. Nədir daxili düşmən? Kimsə deyə bilər? Qalatiyalılara baxın. 5-ci fəsildə. Orada daxili düşmən nədir? O haqda uzun bir hekayə var. O cismani təbiət var, hansı ki yapışıb biz onu hələ də çıxarda bilmirik. Hələ də qoparda bilmirik. O ehtiraslar var, məsəl üçün, ehtiras sadəcə kişi ilə qadın arasında olan ehtiras deyil. Yəni, ehtiras deyəndə bəzən insanlar bunu fikirləşir, ehtiras. Yox, dünyəvi istəklər, eş, işlər, bir çox şeylər, bu kimi şeylər var ki, bunlar günahdır, hansı ki biz onlarla mübarizə aparmalıyıq. Daxili düşmən, o bizi parçalayır, dağıdır, imkan vermir böyüməyə. Çünki bu dünyada hər kəs həmən o ehtiraslarla sınanır, amma qalib imanlı Məsihin qanı ilə yox deməyi bacarır. Yox vəssalam. Necə ki, sənin sərhədlərini tapdalayanda insana açıqca yox deməyə bacarırsansa, eləcə də içində səni məhv eləmək istəyən, Məsihin sənin ürəyinə qoyduğu o sərhəd var, dairə, onu dağıtmaq istəyən günaha yox denir. Çətindir, düzdür? Amma Rəblə hər şey mümkündür. Rəblə hər şey mümkündür. Ona görə də günah insana hökmranlıq edir.
Günah insana hökmranlıq edir. İnsan ədalət axtarır. Bu ədalət prinsipinin altında günah var. Pisliyi var, çox var. İstəyirəm ki, ondan qisasımı alım. Bax, bu ədalət prinsipidir. Amma bu dünyanın ədalət prinsipidir. Allahın ədalət prinsipi öldürmür. Məhv eləmir. Bərpa edir. Həyat verir. Allahın ədalət prinsipi çarmıqdır. O ədalət prinsipidir. O bərpa elədir. O bizi bərpa elədir. Təqiblər vaxtı qalib gəlmək, sona qədər dözmək, təqiblər vaxtı imanı qorumaqdır, saxlamaqdır. Yəqin ki, sən bunu araşdırmısan. İmanı qoruyub saxlamaqdır. Necə? Biz həmən o Asiya kilsələri var idi, hansı ki, İsa müqəddəs kəlamda Allah xəbərdarlıqlar eləyir həmən o kilsələr. Təqiblər var idi, bir çox şeylər vardı. Bu xəbərdarlıqlar Asiya kilsələri üçün Allahdan bir xəbərdarlıq idi. Təqiblərlə üzləşirdi. Və kitabı 2-ci fəsil 10-cu ayda deyir ki, çəkəcəyin əzabdan heç vaxt qorxma. Mən bu ayəni bugün səhər bir də oxumuşdum. Və mənim üçün biraz qəribə gəlmişdi əslində. Və 2-ci fəsil 10-cu ayda deyir ki, çəkəcəyin əzabdan qorxma. Bax, İblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz 10 gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da sadiq qal. Mən sənə həyat tacını verəcəyəm. Ölüm bahasına olsa da sadiq qal. Allah deyir ki, ölüm bahasına olsa da, deməli, ölüm bahası da olacaq. Deməli, bizim həyatımıza biz o şeylərlə də sınanacağıq bəzən. Ölüm bahasına sınanacağıq. Və o zaman Rəbb Allah görür də, mən artıq axırıya dözə bilmirəm. Mən burada saxlayıram imanı. Mən artıq məsihçi deyiləm. Ona daha əziyyət verməyim. Allah özü görür də. Allah deyir ki, sona qədər, ölüm bahasına olsa da sadiq qal. Mən sənə həyat tacını verəcəyəm. Deməli, qaçış marafonundakı insanlar, istər yarışa qoşulan insanlar, nə edirlər? Onlar qaçırlar. Nə üçün? Sonda finişə çatanda qalib olub, tacı almaq üçün. Məsəl üçün, medal almaq üçün. Nə bilim, orada hədiyyə nə olacaqsa onu alacaq. Və bizim üçün iman edib əbədi həyata getmək, iman etdim, siz gedəndə yolda simiçka aldın, popcorn götürdün filan. Əbədi həyata gediş bu deyil, dostum. Əbədi həyata getmək üçün vuruşmaq lazımdır. Vuruşmaq lazımdır. İnsanlarla vuruşmaq lazım deyil. Allahın sözü silahdır, amma insanlarla vuruşmaq üçün deyil. İnsanları yaralamaq üçün, öldürmək üçün deyil, düşmənlə vuruşmaq üçündür. Və Rəbb Allah bizə deyir ki, daxilindəki düşmənə qalib gəl. Xaricdə düşmən axtar. Bəzən də araşdırsansa elə sənin özündən pis düşmən yox. Elə özün üçün də düşmənsən. Ətrafındakı insanlar üçün də düşmənsən. Qalib gəlmək, qorxulara baxmayaraq İsa'nı inkar etməmək. İnkar etməməkdir. Bax, budur qalib gəlmək. Sona qədər, ya Rəbb, mən günaha yox deyirəm. Amma sənə hə deyirəm. Sənə hə deyirəm. Mən təqiblərlə üzləşsəm də, həyatıma günah girmək istəsə də, yəni sənin yerini heç kimə verməyəcək. Yaxşı kişi evləndiyi gündən son günə qədər həyat yoldaşına xəyanət etməyən kişidir. Bu Allahın kişisidir. Bu əsl kişidir. Bilirsiniz niyə? Çünki o vuruşur. Nə ilə? O ehtiraslarla vuruşur. Və həyat yoldaşına sadiq qalır. İstər qadın olsun, istərsə kişi olsun. Sadiq qalan insana əsl Allah adamı deyirlər. Əsl Allah adamı.
Əsl qalib odur ki, təzyiqin altında sınmır. Gəlin baxaq, harada sınmışdır axı. Bəlkə də sınıq olmuşum. Bizə travmatologiya lazım. Cipsə qoymaq lazımdır bizi. Bu lazımdır. Allahın huzurunda o ən yaxşı müalicədir. Ən yaxşı müalicədir. Allahın huzurunda qalmaq. Məsihin gücü ilə davam etmək. Üçüncü, ilk məhəbbəti qorumaq. İlk məhəbbəti qorumaq. Kimdənsə soruşsan, mən 20 ildir qardaş, imamıyam. Mən artıq 30 ildir. Yəni, mən generalam. Mən belə. İlk məhəbbət qalıb, yoxsa qalmıyor? Fərqi yoxdur, neçə ildir imamısan. O ilk məhəbbəti saxlamaq, qoruyub saxlamaq. Bax, bu qalib gəlməkdir. Əgər bir insan ilk məhəbbəti qoruyub saxlayıbsa və ilk məhəbbətdəki kimi yenə də Allahın işlərini görür, onu sevir, özünü ləkəsiz saxlayır. Necə ki, Məsih nə deyir? O istəyir ki, gəlin ləkəsiz olsun. Bilirsiniz, kilsə onun gəlinidir. Biz işləyirəm kişilərdən. Mənim sözüm deyil, İsa belə deyir. Biz gəlinik. Biz özümüzü ləkəsiz saxlamalıyıq. Necə ki, gəlin son günə qədər özünü ləkəsiz saxlayır bəy üçün, bəy İsa Məsihdir və kilsə onun gəlinidir. Biz özümüzü ləkəsiz saxlamalıyıq. Özümüzü, həyatımızı, düşüncəmizi, ürəyimizi ləkəsiz saxlamalıyıq Məsih üçün. Çox təəssüf ki, çoxumuz korlanmışıq artıq. Dəfələrlə xəyanət baş verir. Xəyanət ər-arvad münasibətində deyil. Xəyanət sadəcə dostluq deyil. Xəyanət Məsihə xəyanət. Onun sözünə xəyanət. Onun sözünə xəyanət, dostluğa xəyanətdir. Onun sözünə xəyanət, ər-arvad münasibətinə xəyanətdir. Onun sözünə xəyanət, elə insanlarla münasibətdə olan nə varsa, pis bir şey. Bax, bunların hamısı xəyanətdir. Çünki Allah deyir ki, eləmə, amma mən eləyirəm. Efes kilsəsi neyinirdi? Çox işlər görürdü. Çox işlər görürdü. Amma ilk məhəbbətini itirmişdi. Bax, bununla Rəbb Allah bizə nə demək istəyir? Qalib gəlmək sadəcə fəaliyyət göstərmək deyil. Öz fəaliyyətiniz elə bundan ibarətdir. Sadəcə fəaliyyət göstərmək deyil. Qalib gəlmək ilk sevgini, ilk məhəbbəti alovlu olaraq saxlamaq. Ər-arvad münasibətlərində nə üçün ər-arvad münasibətlərindən məsələ çəkirəm? Çünki yəni, ilk ağlıma gələn şey budur. Valideyn-övlad münasibətindən danışa bilmirsən. Çünki övlad istəyir qız, istəyir oğlan. Evləndən sonra çıxır gedir. Amma ər-arvad münasibətləri onlar həmişə bir yerdə olurlar ki, qalırlar. Ər-arvad münasibətlərində məsəl üçün istəyir 10 il evli ol, 15 il, 20 il evli ol, 30 il evli ol. Baxırsan ki, bunlar elə ilk necə sevgiliydilər, bir-birini sevirdilər, həmçinin davam edir. Həmən o sevgini alovlu saxlayırlar. Bax, bunun yenilənməsi bilirsiniz nədir? Hər gün o sevgini bir-birinə etiraf eləmək. Əgər mən gün ərzində həyat yoldaşıma səni sevirəm sözünü demirəmsə, ya məndən nəsə qırılıb gedir, ya biləm ki, nəsə çatmır. Ya da ondan nəsə baş verir. Məsəl üçün, bir də görsən, axşam deyir. Sonra ki, mən bu gün deməmişəm. Ya da ki, mən deyirəm, sən bu gün məni qucaqlamamısan. Alovlu saxlamaq üçün hər gün ünsiyyət lazımdır. Hər gün ünsiyyət lazımdır. Ünsiyyət, yəni, ər-arvad münasibətləri, evləndin, nikah kağızı, 2 dənə şəkil çəkdirdin, nə bilim filan, o diplom olanda şəkil çəkdirdin, nikah kağızı və sonra hər kəs öz işində. Sonra yavaş-yavaş qadın ancaq evləri yığışdırır, qab yuyur, kişi ancaq pul qazanır, gətirir, yorulur və sonra yatırlar və sonra yenə həyat belə davam edir. Evlilik var, amma alov yoxdur. İlk məhəbbət yoxdur. Və ona görə də
Rəbb Allah bizdən istəyir ki, ilk məhəbbətimizi xatırlayaq. Necə bir-birinə söz vermişdin, hə? Evlənməmişdən öncə. Hər vəziyyətdə, yaxşı gündə də, pis gündə də, çətinliklə də, xəstəliklə də səninlə bir yol gələcəm. Sən heç vaxt atmayacaq. Sən xəyanət etməyəcək. Hə? Və hər gün bunu xatırlamalısan. Hər gün. Amin. 1-ci Korintlərdə nə deyir? 1-ci Korintlər 13-cü fəsil xatırlayırsınız? Nədir orada? Orada çox məşhur məhəbbət haqqında bir mahnı da var, hə? İlahi mahnıdır ki, məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət lovğalanmaz, öyünməz. Burada deyir ki, əgər peyğəmbərlik ənamın varsa, Həvarib Pavel nə deyir? Ənamları səylə istəyir. Səylə istəyim. Peyğəmbərlik ənamı. Həvarib Pavel xüsusi olaraq vurğulayır. Amin, razısınız? Və burada deyir ki, əgər peyğəmbərlik ənamın varsa, bütün sirləri və hər cür bilir, dərk edirəmsə, yəni sən Süleymansan. Dağları yerindən tərpədəcək dərəcədə tam imanın varsa, amma məhəbbətin yoxdursa, mən heçəm, bir heç. Rəbb Allah deyir ki, əgər peyğəmbərlik ənamın varsa, bütün sirləri bilirəm, dərk edirəm, hikmətlisən, dağları yerindən tərpədəcək dərəcə imanın varsa, imanlı insan da imanı var. Bu insan imanı ilə edir hər şeyi. Çünki Allahla bizim aramızda iman önəmlidir. Amin. Ən vacib olan şey. Var Pavel deyir ki, bunlar varsa, amma məhəbbətin yoxdursa, heçsən. Boş, sən sayılmırsan. Ona görə, əziz bacı qardaşlar, o məhəbbəti qoruyub saxlamaq lazımdır. Ona görə də qalib gəlmək sona qədər davam etmək, qalib gəlmək, amin. Bax, bunlardan biri də budur ki, həmin o iki məhəbbəti qoruyub saxlamaq. 4-cü, bu sonuncudur. Sona qədər davam eləmək. Davam etmək. Dayanma. Davam elə. Bacarırsan, bacarmırsan, yıxıldığın yerdə qal. Davam elə. Rəbb Allah, sən 7 dəfə yıxılsan da, 70 kərə yıxılsan da, Allah səni qaldırmağa qadirdir. Əsl qalibiyyət bir boksçunun həyatında eşitmişdim bunu. Məncə Məhəmməd Əlinin həyatında eşitmişdim. O çox məşhur boksçudur. Ya da başqa Mike Tyson həyatında. Amma dəqiq yadıma sala bilmirəm. Deyir, məğlubiyyət nokautda düşmək deyil. Məğlubiyyət düşdüyün yerdə qalmaqdır. Qalibiyyət məğlubiyyətdən başlayır. Yıxılmısansa, yenidən qalxırsan, ha. Bax, bu əsl gücdür. Bu əsl qalibiyyətdir. Davam eləyəcəksən mi? Sən vursalar da, sındırsalar da, pislik eləsələr də, quyunun dibinə atsalar da, sən Rəbbə məxsussan. Sənin ürəyindən xilası heç kim ala bilməyəcək. Sənin həyatından bir çox şeyləri ala bilər. Bir çox şeyləri qadağa qoya bilərlər. Bir çox şeylərə sən orada iştirak eləməyə bilərsən. Narahat olma. Əsas Allah sənin haqqında nə fikirləşir? Allah istəyir ki, sən yenə də qalxasan və davam edəsən. Yarışda qalib gələn o deyil ki, yaxşı başladı. Sürətlə başladı. 50 nəfər keçdi, gedir. Yaxşı başlayan o deyil. Yəni, qalib gələn o deyil ki, yaxşı başladı. Qalib gələn o adamdır ki, sona qədər dözdü və davam edir. Davam edir. Amin. Bu şeylər olacaq sənin həyatında. Amma o əzimkarlığını dayandırma. Davam elə. Rəssə davam elə. İman yolu da bir marafondur. Həmin o qaçış marafonu. Davamlılıq qalibiyyətdir. Başlamaq qalibiyyətdir. Yaxşı bir məsəl var idi.
gölün kənarında 3 qurbağa var. Üçü də tullanmaq istədi. Neçəsi qaldı orada? Onlar sadəcə istəyirlər. Qardaşım oğlu balacadır, ona sual verirəm, bunu deyir ki, amma orada heç nə qalmadı. Deyirəm ki, niyə? Üçü də tullandı da. Tullandı sözü var. O söz var. Amma istədi söz var. Davam etmədi. İstədi. Biz çox şey istəyirik. Biz iman edirik və istəyirik ki, biz belə Allahın padşahlığında olaq. İstəyirik ki, biz, nə bilim, bir çox şeyləri də istəmək bu kifayət deyil. İstəmək və etmək. Bunların ikisi birləşməlidir. Hə? Amin. Matta 24-cü fəsildə oxuyacağam. Məsih mənəm deyərək çoxlarını aldadacaq. Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir. Amma bu hələ hər şeyin axırı deyil. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yer aclıq və zəlzələlər olacaq. Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək. Onda bir çoxu imandan büdrüyərək bir-birini təslim edəcək. Və bir-birinə nifrət edəcək. Bir çox yalancı peyğəmbər törəyib çox adamı aldadacaq. Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. Amma axıracan dözən xilas olacaq. Sona qədər dözən xilas olacaq. Əziz qardaşlar, bacılar, əziz ailəm, Rəbb Allah bizdən sadəcə başlanğıc gözləmir. Bizdən davamiyyət gözləyir. Davamiyyət gözləyir. Ona görə bu günləri imanın harda yarımçıq qalıb, harda sınıb, harda qırılma bir xətti var. O yerə diqqət elə. Sənin həyatında çoxluq təşkil edən nədir? Öz həyatına bax. Bir bax öz həyatına. Nə sənin həyatında çox yer tutur? Nəyə çox yer vermirsən? Bax, o da səni idarə edir. Allaha yer vermisənsə, o səni idarə edir. Dünyaya yer vermisənsə, o da səni idarə edir. Rəbb Allah istəyir ki, biz sadəcə ona iman etməyik. Ona iman edib, onunla davam edək. Bundan əvvəlki mövzunun başlanğıc adını deyəcəm. Kiminlə addımlayırsan? Kimdir sənin yol yoldaşın? Çətinlik yol deyil. Problem yolda deyil. Problem kiminlə addımlayırsan, ondadır. Əgər Allahla addımlayırsansa, problemlər olacaq. Çətinliklər olacaq. Və sən vuruşacaqsan, amma Allah sənin tərəfindən olacaq. Vay o günə ki, sən vuruşursan, amma sənin tərəfdə döyüşən yox. Vuruşursan, amma sənin tərəfdən döyüşən yox. Allah səninlə deyil. Allah Şaula demişdi, bu müharibədə səninlə deyil. Allah onu məhz eləmişdi. Amin. Allaha itaatsizliyinə görə Allah ona deyir ki, bu döyüşdə mən səninlə deyil. Sən döyüşəcəksən, amma mən səninlə döyüşməyəcəm. Bu günləri əgər biz döyüşürüksə, bizim gücümüz Məsihdir. Amma Məsih bizim gücümüz deyilsə, onda bizim gücümüz nədir? Kimdir bizə güc verən? Kim bizim tərəfdən döyüşür? Bax, bu şeyə diqqət etməliyik.